Almaniyanın BMW avtomobil nəhəngi həyəcan təbili çalıb. Çünki şirkət Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'ın başlatdığı ticarət müharibəsinə görə 2025-ci ildə mənfəətin 1 milyard avro azalmasını gözləyir. Bu barədə Reuters məlumat yayıb. Səbəb kimi polad, alüminium və bəzi avtomobil modellərinin, o cümlədən BMW-nin Meksikada istehsal etdiyi modellərin idxalına Amerika Birləşmiş Ştatları tərəfindən rüsumların artırılması göstərilir. Qeyd edək ki, Trump'ın Avropa İttifaqına 25%lik tariflər tətbiq etmək qərarı Avropa rəsmiləri tərəfindən düşməncəsinə və təhqiredici adlandırılıb. Onlar xəbərdarlıq ediblər ki, ticarət qarşıdurması davam edərsə, Amerika iqtisadiyyatı daha çox zərər çəkəcək. Çünki Avropa İttifaqı da Amerikaya qarşı cavab tədbirləri hazırlayır. Lakin Vaşinqtonu danışıqlar masasına oturmağa çağırır. BMW şirkəti isə münaqişənin mərkəzində qalıb. Keçən ilin nəticələrinə görə avtomobil nəhənginin mənfəəti artıq 37% azalıb.